Salam, bu videoda mən sizə döş qəfəsini, ona aid olan sümükləri və döş qəfəsinin birləşdiyi sümük sayları, sümük növləri haqqında məlumat verəcəm. Döş qəfəsi dedikdə hansı sümüklər nəzərdə tutulur? Bir döş sümüyü, bu döş sümüyünə birləşən qabırğalar, həmçinin sərbəst qabırğalar, yəni 24 ədəd qabırğa və qabırğaların arxadan birləşdiyi döş fəqərələri, arxadan bu döş sümüyü, onun arxasında da döş fəqərələri. Neçə ədəddirlər? Döş sümüyü 1 ədəd, qabırğalar 24 ədəd, döş fəqərələri isə hər fəqərəyə 2 qabırğa birləşir. Əgər söhbət insandan gedirsə, 24 qabırğa varsa, deməli 12 döş fəqərəsi var. Amma digər canlılarda döş qəfəsi sümüklərinin sayını tapan zaman nə edirik? Bir döş sümüyü var. Qabırğaların sayı döş fəqərələrinin sayından 2 dəfə çox olur. Bu zaman n qədər döş fəqərəsi varsa, 2n qədər deməli qabırğa olacaq. Yəni 3n üstəgəl 1 düsturundan istifadə olunur. Üstəgəl 1 ədəd olan döş sümüyünü bildirir. İndi gəlin döş qəfəsinə birləşən sümüklərə baxaq. Döş qəfəsinə birləşən sümüklər bir körpücük sümükləridir. Niyə? Çünki döş qəfəsinə döş sümüyü aiddir. Döş sümüyünə də körpücük sümükləri birləşir. Bundan əvvəlki videoda körpücük sümüyün birləşdiyi sümükləri izah eləmişəm. Orada baxa bilərsiniz. Burada da şəkildə görürsünüz ki, döş sümüyünə 2 dənə körpücük sümüyü birləşir. Döş sümüyü döş qəfəsinə aid olduğuna görə biz bu sümükləri döş qəfəsinə birləşən sümük kimi deyə bilərik. İndi də döş qəfəsinə birləşən digər sümüklərə baxaq. Döş fəqərələrinə yuxarıdan sonuncu, yəni 7-ci boyun fəqərəsi, aşağı tərəfdən isə 1-ci bel fəqərəsi birləşir. Ümumilikdə döş qəfəsinə cəmi 4 ədəd sümük birləşir. Bunlar hansılardır? 2 dənə körpücük, 7-ci boyun fəqərəsi və 1-ci deməli bel fəqərəsi. Ümumilikdə 4 ədəd. Növ olaraq bizdən soruşulsa, deyəcək ki, döş qəfəsinə qarışıq sümüklər birləşir. Niyə? İstər fəqərələr, istərsə də körpücük sümüyü qarışıq sümüklərə aiddir. Deməli, döş qəfəsinə 4 ədəd bir növ sümük birləşir. Qeydimizə də baxırıq. Deməli, döş qəfəsi sümükləri ilə birləşən sümüklər hansılardır? Döş qəfəsi fəqərələrlə və 2 dənə körpücük sümüyü ilə birləşmə əmələ gətirir. Hansı fəqərələrdir? 7-ci boyun və 1-ci bel fəqərəsi. Döş qəfəsinə aid olan sümüklər hansılardır? 1 döş sümüyü, 12 döş fəqərəsi, 24 qabırğa, ümumilikdə 37 sümük.